Sinif yoldaşı olmuşuq, məktəbdə bir-birimizi görüb sevmişik. Anasıgil bizə gəlib gedirdilər, amma bizim ailə razı deyil idi. Əsgər getdi, mən onu gözlədim. 21 yaşımız olmuşdu. Nişanlandıq, hər şey çox yaxşı gedirdi. Birdən-birə bir şeylər oldu, artıq görüşmək istəmirdi. Zənglərimi açmırdı, yazanda da yanımda adam var deyib yola verirdi. Bir gün gecə mən evə getməyəcəm, müştəri var deyib başımı aldatdı və mən də şübhələnməyə başladım. 2-3 gün keçəndən sonra anasıgil bizə gəldi, amma özü gəlmədi. Anası isə bu aralar işləri çoxdur deyib yola verdi. Mən isə bunun iş yerinə getdim. Bir həftədir marketi açmır dedilər. Bir gün bizə gələndə buna zəng gəldi və bu da çıxıb getdi və mən də arxasıca getdim. O mənə uşaqlarla görüşəcəyini dedi, amma sən demə 2 ildir xalam qızı ilə sevgiliymişlər və bunu bildikdən sonra nişanı qaytardım. Üzərindən 2 il keçib və mən öz həyatımı yaşayıram, amma hələ də ailə qurmamışam. O isə xalam qızından ayrılıb barışmaq istəyir, amma mən isə razı deyiləm.